Hələ mən indiyənə qədər deyə bilmirəm, hökmə dünyadan köç, hökmə mənim ürəyimdədir. Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Mənim heç bir arzum yoxdur, deyirdim, hökmənin bir uşaq olsun vəssalam. Cəlil müəllim, salam. İlk növbədə sizə bütün redaksiyamız adından başsağlığı diləyirəm və dəvətimizi qəbul edib ofisimizə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Sağ olun, biz də sizə təşəkkür edirik. Cəlil müəllim, bizə zəhmət olmasa Hökümə xanımın uşaqlığından danışa bilərsiniz? Böyle. Bildiyimiz kimi Kəlbəcər rayon Susluq kəndində anadan olub. Hamı bilir ki, Kəlbəcər rayon Azərbaycan Respublikasının nadir güşələrindən biridir. Təbiəti füsunkar, mineral bulaqları və s. 1991-ci il avqust ayının 8-ci Hökümə xanım Kəlbəcər rayon Susluq kəndində ziyalı ailəsində anadan olmuşdur. Yaş yarımına qədər, 1 yaş 8 ayına qədər Kəlbəcər rayon Susluq kəndində yaşamışıq. Müəyyən hadisələrlə əlaqədar olaraq məcburi köçkün düşərək Bərdə rayon Qaradəmirçi kəndində məskunlaşmışıq. Sonra 1995-ci ilin payızında Rusiya Federasiyasına köçmüşük. Hökümə xanım 5-ci sinifi qutarana qədər Volqaqıra şəhər 78 nömrəli tam orta məktəbdə oxuyub. Sonra Samux rayonu Alışaq kəndinə köçmüşük 2003-cü ilin mart ayında. Ondan sonra Hökümə xanım Gəncə şəhərində oxuyub, 30 nömrəli məktəbdə. Təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsinə qəbul olub, yüksək balla. Sonra təhsilini magistr davam elətdirib, doktorantura qəbul olub. Sonra imtahan verərək Goranboy rayon Dövlət Sosial Müdafiə Fonduna hüquqşünas vəzifəsinə daxil olub. 2 il Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunda hüquqşünas işləyib. Ondan sonra deyir, ata, özüm bilirsən ki, mən dünya ölkələrini sevirəm, xahiş edirəm, qoy Azərbaycan hava yollarında işə düzəlim. 2016-cı ilin yanvar ayının 16-sından sonra artıq o imtahan verərək Azərbaycan hava yollarına işə qəbul oldu. Ta məlum hadisələrə qədər 2024-cü ilin dekabrın 25-də artıq o öz işini belə götürəkdə başa vurdu, Allah yanına qovuşdu. Belə. Həmişə mənə deyirdi ata, qamətini düz saxla, düz yeri. Məsələn, kökəlmək özünü qoyma, həmişə belə deyir. Eyni zamanda yaş yarımı olardı. Mən 1987-ci ildən Kəlbəcər rayon Susluq kənd orta məktəbində müəllim işləmişəm. O evimiz düz məktəbə bitişik idi. Bizim zabor məktəbə bitişik idi. Tez-tez yanıma qaçıb gələrdi. Birdən hökməni gördüm, maması axtarır. Axtaranda bizim hərbi hazırlıq müəllimimiz vardı, Nazım müəllim, Allah rəhmət eləsin. O birdən məktəbin böyründə onu görüb, bir çurum vardı məktəbin böyründə. Orada məsələ oturmuşdu, qılçalarını sallayıb. Getirdi, dedi, maşallah, ürəkli qızdı, cəsarətli qızdı. Ondan sonra artıq hökmə gördü ki, həqiqətən cəsarətli idi, sakit təbiətli idi, heç kimin işinə qarşı seçilməzdi. Birindən məsələn qeybət eləyəndə deyirdi, susun. Hərənin öz işi var idi. Belə həmişə oxuyardı, həmişə oxuyardı. Çox istedadlı idi. Məsələn, imtahan verəndə o demək olar ki, heç 1 saat, 2 saat kitaba baxardı, bəs eləyərdi. Həmişə Bakı Dövlət Universitetində zərbəçi təqaüd alıb. Yəni pulsuza qəbul olmuşdu, 612 balla.
Bax, belə bir təbiət uşağıdır. Bəs onun təyyarə bələdçisi olmaq arzusunu siz necə qarşıladınız? Birinci itiraz elədim. Dedim, onsuz da bilirsən ki, mən dünya ölkələri sevirəm də. 100-dən artıq dövlət olub indiyənə qədər. Həmişə mənə zəh vurardı. O görüntülü zəh vurardı. Danışardıq. Məsələn, Parisdən, Barcelona'dan, Tokyo'dan, ne bileyim Bombay'dan, Hindistan'dan, müxtəlif yerlərdən həmişə zəh vururdu. Sizə nə lazımdır, siz üçün nə alam. Onun əşyaları çoxdur məndə. Həmişə belə də. Bəs Hökümə xanımın hansı arzuları, hansı xəyalları var idi? Arzuları məsələn o həmişə mərkəzi sevirdi. 28 maydan ev almaq. 2024-cü ilin sentyabrın 9-da Nəsimi rayonu 28 may küçəsində ev aldı. Bir otaqlı ev. Dedi, təmir elədik, köçərik. O da qismət olmadı. Hökümə xanımla bağlı ən parlaq, ən yadda qalan hansı xəyallar və yaxud hadisə olub sizin həyatınızda? Xəyallar dendi, o məsələn deyirdi ki, evimizi təmir elətdirib, köçəcək ora. Məsələn, uşaq haqqında ondan sonra fikirləşəcək. Məsələn, o evdə çox olmurdu da, həmişə uçuşlar da olurdu. Ona görə də məsələn, çox elmi təşəkkür edirəm Etibar bəyə. Etibar da çox gözəl oğlandı. Onlar bir-birlərini həmişə başa düşüblər. Həmişə mənim hörmətimi saxlayır bu gün də. Belə arzuları böyük idi. Həmişə deyirdi, ata sizi Bakıya getirəcəm. Amma mən də deyirdim ki, biz burada qohumlar da azdır da, ona görə biz elə maraq göstərmirdik. Şəhəri sevirdi də, bax belə. Əsas o idi. Onun arzusu şəhərdə yaşamaqdır. Deyir, mən milyonluq şəhərdə yaşamasam darıxıram. Çünki Rusiyada yaşamışdıq da, orada da hali çox idi, milyondan çox. Aviaqəza haqqında necə? Aviaqəzaya biz həmin günü səhər-səhər təxmini saat 10 olardı, şəhərə gedirdi. Yox, 11-ə işləmiş. Kürəkərimiz oğluma zəng vurub deyib ki, belə bir hadisə vardı. Biz də Rusiya Federasiyasında qohumlarımız var, onlara sovqat almağa gedirdik. Orada zəng elədi, şəhərə daxil oldu. Birimiz qırıldı, artıq piştəyir gəldi evi. Nə demiyorlar? Valideyn üçün övlad içi böyük ağır itkədir, dözülmədi. Hələ mən indiyənə qədər deyə bilmirəm, hökmə dünyadan köç. Hökmə mənim ürəyimdədir. Nə vaxt mən öləndə hökmə dönür. O məncə bütün Azərbaycan xalqının ürəyindədir. Əgər qızınıza son dəfə nə isə demək istəsəydiniz, bu nə olardı? Mən hökmə nə eləmişəmsə ürəklər eləmişəm. Həmişə Allahdan arzu eləmişəm ki, mənim o Bəxtiyar Vahabzadə deyir ki, yenə ürəyində bir arzu qalıb gedirsən. Mənim heç bir arzum yoxdur, deyirdim, hökmənin bir uşaq olsun, bəsdir. İlkin hesabatın nəticələrinə görə hava gəmisində xaricdən təsir nəticəsində yaranmış zədələr mövcuddur. Bununla bağlı nə demək istəyərdiniz? Deməyimiz odur ki, cənab prezidentimiz başda olmaqla bu cinayəti törədənlər tapılsın, onlara lazımlı qaydada məsələn cəza verilsin. Necə? Valideyn üçün əsas budur. Onlar cəzalansın da, bax belə. Ən ağır cəza verilsin. Bəs son olaraq nə əlavə etmək istəyirdiniz? Əlavə edirəm ki, dövlətimizin cənab prezident başda olmaqla hər bir kəsə təşəkkür edirəm. Millətimiz, dövlətimiz, hər kəs, qohum, əqrəba həmişə yanımızda oldu, bizi yalqız qoymadılar. Cənab prezidentimiz yüksək ad verdi, bir daha təşəkkür edirəm. Eyni zamanda Qırğızistan dövləti Çingiz Aytmatov adına
medal verdi. Həmin dövlətə də təşəkkür edirəm. Eyni zamanda Qazaxıstan Respublikasına minnətdaram. Və qızıma məsələn ambulans hərbi texnikası adı verdi, daim yaşadır. Mən onlarla hamısına təşəkkür edirəm. Eyni zamanda Polşada yaşayan Azərbaycan diasporuna, tələbə qızlar təşkilatına təşəkkür edirəm ki, mənim qızımın adına təqaüd təşkil edədilər, qürur duyuram və onların hamısına can sağlığı arzulayıram. Eyni zamanda qızımın adını əbədiləşdirmək ölkəmizdən xahiş edirəm, dövlət başçımızdan. Qızımın adına məsələn küçə olsun, nə bilim, hava limanı olsun, hər hansı bir ad verməsini xahiş edirəm. Təşəkkür edirəm. Sağ olun, var olun. Sizi də təşəkkür edirəm ki, bizi sahib seçmisiniz. Sağ olun, bir daha sizə də uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun.